Salam, bugünkü izdahımız olacaq 9-cu sinif ümumi tarixdən ilk paragraf, yəni ABŞ, Amerika Birləşmiş Ştatları. Deməli, ABŞ 19-cu əsrin birinci yarısındakı tarixindən danışaq. Deməli, Avropa dövlətləri arasında baş verən müharibələrdən kənarda qalması onun iqtisadiyyatını, siyasi inkişafını da təmin edirdi. Və burada deməli, hərbi xərclər də az idi, faydalı qazıntılarla da zəngin idi ABŞ ərazisi və bu da onun iqtisadiyyatını gücləndirməsinə səbəb olmuşdu. Sonra Thomas Jeffersonun prezidentliyi dövründə, yəni 1801-1809-cu illər müəyyən tədbirlər görüldü. Hansı ki, burada əmlak senzi ləğv olundu seçkilərdə iştirak etmək üçün. Əmlak senzi nədir? Deyir ki, yəni müəyyən qədər əmlaki malik olan adamlar seçkilərdə iştirak edə bilərdi. Amma indi artıq bu əmlak senzi ləğv olunur Thomas Jefferson dövründə. Sonra qərddəki boş torpaqlarda məskunlaşdırılma başlayır. Sonra ölkəyə qul gətirilməsi qadağan edilir. Bax, bunları bir-bir dəqiq yerində əzbərləmək lazımdır. Çünki prezidentlərin adını verib, istər miqdə olsun, istər qəbul imtahanı, dimin imtahanında olsun, prezidentlərin adını verib uyğunlaşdırma verə bilər. Biz bilməliyik ki, qul gətirməsini qadağan edən kimdir, əmlak senzini, seçkilərdə əmlak senzini iştirak etmək üçün əmlak senzini ləğv edən kimdir. Yəni bunları dəqiq yadda saxlamalıyıq. Əzbərçilik tələb edir bunlar biraz. Sonra ən mühüm məsələ isə bu Fransadan Luiziananı alır. Bu da həm ərazisinin genişlənməsinə səbəb olur, həm də iqtisadiyyatına da mühüm təsir göstərir. Sonra bax, bu ABŞ-dən bu Avropa ölkələrinə, xüsusən də elə Fransaya ərzaq yardımı daşıyan ticarət gəmiləri vardı. Onlar Böyük Britaniyanın ordusu tərəfindən, Böyük Britaniya tərəfindən müsadirəyə alınır və bu da iki dövlət arasında münasibətləri daha da gərginləşdirir. Eyni zamanda ABŞ Kanadanı işğal etmək istəyirdi. Böyük Britaniya isə Amerikadakı keçmiş müstəmləkələrini geri qaytarmağa çalışırdı. Ona görə də bunlar arasında artıq ziddiyyətlər gərginləşir və bu da sonunda gətirib müharibəyə çıxarır. Və 1812-ci ildə ABŞ-nin Kanadaya qoşun yeritməsi ilə müharibə başlayır. Və müharibə 1814-cü ildə Gent müqaviləsi. Baxdım 9-cu sinif ümumi tarixdə Gent müqaviləsinin adını yazmayıblar, amma bu Gent müqaviləsi ilə bitir 1814-cü ildə. Heç nə, müqavilənin şərtində də, yəni burada da artıq müharibənin nəticəsi olaraq deyilir ki, ABŞ Kanadaya olan iddiasına əl çəkir, Böyük Britaniya da ABŞ öz müstəmləkəti kimi baxmaqdan əl çəkməli idi. Sonra ABŞ iqtisadiyyatının inkişafına mane olan başlıca amillərdən biri də burada quldarlığın qalması idi, hələ quldarlıq münasibətlərinin qalması idi. Deməli, düzdür, şimalında bu quldarlıq ləğv olunmuşdu, şimal ştatlarında. Fermer təsərrüfatı geniş yayılmışdı və sənaye sahələri də burada inkişaf edirdi. Amma cənub ştatlarında quldar plantasiyalar var idi. Burada qul əməyi geniş şəkildə tətbiq olunurdu. Və qaradərili əhaliyə qarşı, yəni Afro-Amerikalıya qarşı ayrı seçkilik də var idi. İndi danışaq, ABŞ 19-cu əsrin ikinci yarısında elə vətəndaş müharibəsindən danışacaq. Deməli, 1860-cı ildə Respublikaçıların namizədi, Respublikaçılar Partiyasının namizədi Abraham Lincoln prezident seçilir. Amma onu prezident seçilməsi yəni cənubda narazılıqla qarşılanır və vəzifəsinin icrasına başlamamış cənub ştatları ABŞ-dən ayrıldığını bildirir, özlərinə yaradırlar. Amerika Ştatlarının Konfederasiyası, yəni AŞK yaradırlar və beləliklə də yəni 1865-ci illəri əhatə edən vətəndaş müharibəsi başlar. İki hakimiyyətlə yaranmış olur. Vətəndaş müharibəsinin əsas səbəbi isə burada sənaye burjuaziyası ilə quldarlıq tərəfdarları arasında münasibətlər, yəni gərgin olması idi, mübarizə idi. Düzdür, müharibənin əvvəlində də cənub ştatları uğurlar əldə etdi, amma deməli 1862-ci ildə qanun qəbul olunur. Həmin bu qanuna görə deməli torpağı becərmək istəyən hər bir Amerikalı cüzi miqdar yəni cüzi ödəniş etməyinə 65 hektar torpaq alırdı, amma bu torpaqda qul əməyindən istifadə qətiyyən qadağan idi. 1863-cü ilin yanvarından isə köləlik ləğv olundu rəsmi şəkildə və bu tədbirlər müharibədə şimalın üstünlüyünü artıq təmin etmiş olur. 1865-ci ildə Konfederasiyanın paytaxtının tutulması ilə artıq müharibə başa çatdı. Şimalın qələbəsi ilə başa çatdı və burada deməli müharibədən sonra konstitusiya edilmiş əlavələr, düzəlişlərə görə Afro-Amerikalılar da ağlarla bərabər deməli həm mülki, həm də siyasi hüquqlar aldılar. Bundan sonra da ABŞ Alyaskanı Rusiyadan satın alır və bu da onun ərazisinin həm genişlənməsinə
həm də deməli iqtisadiyyatın inkişafına da səbəb olur. Sonra indi danışaq ABŞ 20-ci əsrin əvvəllərində. Deməli, bir də onu demədim, unutdum deyəsən, deməli, Luiziananı da Fransadan almışdı. Baxın, Luiziananı Fransadan almışdı, Thomas Jefferson dövründə. Deməli, Alyaskanı isə Rusiyadan almışdı. İndi 20-ci əsrin əvvəllərində burada sənaye istehsalının həcminə görə, nəyə görə? Sənaye istehsalının həcminə görə birinci yerdəydi. Bunu dəqiq yadda saxlayırıq. Özdə nə zaman? 20-ci əsrin əvvəllərində. İnsan birliyi olan trestlər yaranmış, yəni birdiklərdir bunlar. Məsələn, nə isə istehsal etmək, almaq, satmaq, hər şey, hamısı bir nəfərin, bir qrup şəxsin əlində cəmləşir. Bunlar trestlərdir, insanlardır. Və ilk tresti isə John Rockefeller yaradıbdır. Standard Oil trestidir. 20-ci əsrdə, 20-ci əsrin əvvəllərində olan ən böyük neft insanlarından biri idi. İndi Theodore Roosevelt'in dövrü 1901-1909-cu ildə burada konqresdə trestlər əleyhinə qanun qəbul edilir. Dövlət iri trestlərin fəaliyyətinə artıq nəzarət altına alır. Həmin bu Theodore Roosevelt'in prezidentliyi dövründə. Deməli, Theodore Roosevelt'in böyük dəyənək siyasəti vardı. Baxın, indi mən baxdım 9-cu sinif ümumi tarix dərslərində bu böyük dəyənək siyasəti haqqında heç də geniş danışmır. Amma əslində qalsa bu böyük dəyənək əvvəllər dərsliklərdə geniş verilirdi. Latin Amerikası ölkələri üzərində əlində elə bir dəyənək dayanır. Onları idarə edir, onların hər bir işinə müdaxilə edir. Yəni onların ağası kimi göstərir. Böyük dəyənək kimin dövründədir deməli? Theodore Roosevelt'in dövründədir və burada da yəni mənası odur ki, burada əsas söz sahibi olmaq, beynəlxalq aləmdə ABŞ-nin mövqeyini möhkəmləndirməkdir. Sonra Woodrow Wilsonun hakimiyyəti. Woodrow Wilson da deyən kimi yadımıza nə düşür? Yeni demokratiya dövrü, bəli. Deməli, o da gömrük, maliyyə, bank. Gömrük, maliyyə, bank bu sahələrdə islahatlar keçirdi və insanlar üzərində bu da nəzarəti gücləndirir. Theodore Roosevelt kimi bu da insanlar üzərində nəzarəti gücləndirir. İzahımız bu qədər, sağ olun.